Aludəçilik yaradan qumar oyunlarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Kiberpolis qanunsuz qumar oyunlarını sosial şəbəkələrdə reklam edən şəxslərə qarşı tədbir keçirib. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının Instagram, TikTok və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat texniki tədbirlər keçirib. Araşdırmalar zamanı influenserlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb. Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq baş idarəyə gətirilib. Həmin şəxslər barəsində qanuna uyğun tədbir görülüb. Qeyd edilən əməllərə yol verən digər şəxslərin də aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir. Bir daha sosial şəbəkə istifadəçilərini bu platformalardan aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.